İndi isə üçüncü hissədə yenə də həm MIQ, həm sertifikasiya tipli sualların izahı ilə davam edəcəm. İnamız nəhəng deməkdir. Simple, sadə, beautiful, gözəl, weak, zəif, tiny, çox balaca, huge isə very big, yəni çox böyük mənasındadır. 37-ci testə diqqət edirik. This ümumiyyətlə cəm əvəzlikdir. Özündən sonra cəm simalar. Child, childs ümumiyyətlə bunlar həm təkdir, həm də cəmlənməsi doğru deyil. Çünki onlar kökdən dəyişir, esi ilə cəmlənmirlər. İki variant arasında qaldıqda cümləyə fikir veririk. Nöqtədən sonra isim varsa, artıq orada yəlik haldır. A-da adlı haldadır. Doğru isimimiz C-dir. These children's books are on the table. Bu uşaqların kitabları masanın üzərindədir. 36 nömrəli testə baxırıq. Hardly-ni görəndən sonra biz həmişə had istifadə edirik. Have də ola bilər, amma burada zaman uzlaşması var. Ona görə keçmişdə had olmalıdır. Eyni zamanda hardly-dən sonra şəxs istifadə edə bilmirik. Uzlaşmaya görə də have yox, had seçirik. Doğrumuz elə A variantıdır. 35 nömrəli testdə I couldn't call you, sənə zəng edə bilmədim. Nəticə idi bu. Səbəbi isə my phone was dead. Çünki telefonum sönmüşdü. O zaman so özündən əvvəl deməli səbəb, sonra nəticə alar. Burada isə birinci nəticədir. Yet bitmiş zaman have üçün və yaxud da adve üçün sonunda olur. İnkarda burada isə feilimiz sadə keçmişdədir. While indiki və yaxud da keçmiş, üzr istəyirəm, keçmiş davam edici zamanın was və ing olanda istifadə olunur. Burada isə sadə keçmişdir. Burada ziddiyyət yoxdur. Ona görə doğru A-dır. Because özündən sonra səbəb əvvəl nəticəni qəbul edər. Ona görə A variantı doğrudur. 34 nömrəli testə baxırıq. Söz önləridir. Birinci burada to be interested in ifadəsini görürük. Özündən sonra inalar, with olan variantlarımız at olanlar yanlışdır. İkinci tərəfdə to be good, məharəti olmaq ifadəsi özündən sonra at alar. Üçüncü tərəfdə isə the age of ifadəsi hər hansı bir yaşda, məsələn 5 yaşda, 10 yaşda ingilislər at the age of ifadəsini istifadə edir. Ona görə doğrudur. D variantı. 33 nömrəli testdə idiomların mənasını seçməliyik. Cost, arm and leg. Bu isə ingilis dilində it's to be very expensive. Çox baha olmaq deməkdir. Elə avtomatik, yəni cavabını sizə deyirəm. Abituriyentlər cost, arm and leg, yəni təpədən dırnağa bu deməkdir ki, yəni bir hər hansı bir belə deyək, tutaq ki, nə isə alırıqsa onun çox baha qiymətinin yüksək olması deməkdir. İngilislər o idiomu o halda istifadə edirlər. 30 nömrəli testdə isə to make feil ilə işlənməyən variantı seçirik. To make a mistake işlənir. To make an effort, cəhd etmək işlənir. To make a speech, nəsə bir çıxış etmək, to make a decision, qərar vermək. Amma to make a nap demirik. İngilislər bunu take feilindən istifadə edir. Take a nap, mürgüləmək, qısa müddətli yuxu mənasındadır. 29 nömrəli testə baxırıq. Does she like coffee? O kofe xoşlayır. O zaman cavabı doğru seçməliyik. Əgər biz sualı does-la vermişiksə, köməkçi feilimiz does-dırsa, do-dan istifadə etmirik. Əgər sualda köməkçi feil varsa, cavab verərkən yes, no-dan sonra mübtədə, sonra köməkçi feil, əsas feil olmamalıdır. Ona görə əsas feil olan variantlar yanlışdır. Doğrumuz elə A-dır. Yes, she does. Bəli. 28 nömrəli testdə isə yəlik hal və işarə əvəzliyinin doğru seçimi tələb olunur. O zaman diqqət edirik. İlk fəndimiz birinci işarə əvəzliyinin kəmiyyətinə fikir verin. Cəmdədir. Cəmdirsə, ondan sonra da isim gəlibsə, bilin ki, orada adlı qalı yox, isim varsa hallanma baş verməlidir. Yəlik hal, adlı qalda olan isimləri atırıq. Əgər zoz işarə əvəzimiz cəmdirsə, bilin ki, orada ismimiz cəm olacaq. Amma burada baxın, apostrof təkdir, tək ismi göstərir. Apostrof S-dən sonra bir dənə də S belə bir forma yoxdur. İngilis dilində yanlışdır. Doğrumuz A-dır. Cəm isimdir, həm də cəmin yəlik hallanması baş vermişdir. Those girls' shoes are in a closet. Bu qızların ayaqqabısı, yəni qardirobdadır. 26 nömrəli testdə diqqət edin. The manager had the documents before the meeting. Və burada manager görüşdən əvvəl dokumentləri hazırlamışdı, yəni hazırlatmışdı. Və burada had görürüksə, əziz abituriyentlər, bilin ki, artıq özü yox, kiməsə hazırlatmışdı. Burada artıq icbar növdür. İcbar növ have, has, had, got, get feillərinin sonra ortada obyekt və sonra V3 forması ilə istifadə olunur və avtomatik düsturumuz da budur.
The manager had documents prepared. Dokumentləri hazırlatmışdı icbar növdə. 25 nömrəli testdə isə idiomun bizdən mənasını istəyir. Test piece of cake bu nədir? Bir dilim tort idiomu. Yəni bir şeyin çox asan olmasını bizə göstərir. Ona görə də something very easy, yəni çox asan mənasındadır. Danışıqda ingilislər onu bu şəkildə istifadə edir.